Hər şey düzələcək. Dostlarımsız da yaşaya bilmərəm. Mənə icazə Balaysız dostlar, məncə olmaz. Bir dəfə bir saatlıq icazə verilibdir ki, TikTok'a girim. Yəqin ki, gün ev eşiği var da. Ay Esi xala. Nigar gəldi. Qanlı Nigar gəldi. Esi xala. Soruşurlar ki, ev eşiği var. Var, bağı da var, evi də var. Vəssalam da, vəssalam. Balayından sonra ev zad da var. Şu. Rus dil mən inanmıram. Niyə? İnanma Rus. Yəqin kinoda zətdə köçəcəksin. Ay baba, niyə? Hamıya adət və... Ay bacı, Danlımızı bəyənək dostlar. Bığılı papaqdan bir iki dənə ataq. Ay bacı, düşməni bir evin içində axtar. Bu qız əl çəkmir məndən. Bəli, bir oğlu var, bir qızı var. Onlar da Polşadadılar. Nəyə yalan? Ay səni tamahkar yazıq bilir. Xalid sağ ol, ay Xalid. Yenə baxırdaçılıq eləyirsən. Yenə mən bığılı papaq. Aparacam. Ay Xalid. Sənə demişəm axı gələndə bığılı papaqla gəl qaqa. Bu nədir? Bakıda evi var, onun bağları var. Birin 5 qatı atın dostlar, 5 qatı. Özü təkdir, yalnızdır dostlar. Sağ ol, ay Xalid, zarafat eləm qaqa. Birisi paxıllığından yazır, özü apreldə qurban sizə, nə zarafat? 2 apreldə bu günlər. Minarə, əlbəttə o gedəcək. Zarafatdan qutardı. İran gedəcək yanımda. 2 dənə gül ataq. Mənə ev lazım deyil, mənim evim var, sən heç narahat olma. Bilal çox sağ ol. Deyil, deyər Nigarın müəllim yola 2 dənə gül ataq, hədəf tamamlayaq dostlar. Acil. Acil yarım qəpiklik güldən bir dənə. Çox sağ olun dostlar. Sağ ol, ay eşkim, çox sağ ol, canım mənim. Sağ olun, var olun. Bilal çox sağ ol. Nəvələrindən utanmırsan, nəyə utanım? Elə nənələri var ki, kücdə, bucaqda, nə bilim, haralarda gedib, nə işlədir. Bəli, xoş gəldin, Keratin buyurdu. Bəxtiyar. 2 qatlı dostlar, vırın gəlsin. Vırın gəlsin, Esxalanı. Balqabağın biri, balqabaq. Qabını kəstirmirəm. Xalid, Bilal, Angel. Rəsmi nikah kəstirmirəm. Aleyküm salam, Koko. Heç onlar utanmırlar. Bilal, Keratin buyurdu. Allah Allah. Eşki, sağ ol canım. Məhkəməm təxirə salınıb dostlar. Məhkəməm təxirə salınıb. Sana ola bilməz. Ay Allah. Sizin dualarınızın sayəsində təxirə düşür. Sabahlarım inşallah həkimə də gedəcək Allahın izni ilə. Eşkim, sağ ol, eşkim. Çox sağ ol. Qoymayın uduzum, eşkim. Onsuz da uduzmuşam. Dənizə kim baxacaq? Mən baxacam. Mənə? Bəli, mən baxacam. Eşkim. Buyur. Ona ne oldu gitti? Eşkin sağ ol ay eşkim. Utanmırsan yazıp. Allahu Ekber, Allahu Ekber. Sağ ol. Allah koysa, Allah istese olacak. Ne çok çıktı? Nergis razıdır, Nigar razı değil dostlar. Allah xoşbəxt yeganəsən, sağ ol, necəsiz? Arzu salar, necəsən? Ayıbdır xalar, nədən ayıbdır? Nağarıram. Arvadını oğramıram. Kimisini əlindən almıram. Kimisə kişisini oğramıram. Kimisə uşaqlarını anasız, atasız buraxmıram. Gedib üzür istəyirəm, küncdə, bucaqda, restoranlarda, kollarda, orada, burada doldurmuram. Ayıb da olsa bağışlayın. Nədən utanım? Nə eləmişəm utanım? El adəti ilə, nə vaxtdan utanmaq olur, el adəti ilə köçmək? Nə vaxtdan? Doğrudur Fixə. Valla Fixə. Bu yaşda nə əldir ki, yaşım gözlərinə girir bəzi adamların. Kef elə ayısı, vallah. Nə yiyirsin ha? Elə bildim. Esmir ara gedir. Aha. Yaxşı edirsiniz yazıblar. Yaxşı eləyirəm ki, mənə ATV-dən çıxacam inşallah gəlinliklə.
ATV-dən çıxacağım, restorana gedəcəm. 21-i ad günümdür, 21-i də toyumdur dostlar. 21-i ATV-dən gəlinliklə geyinəcəm, keçinəcəm belə, gedəcəm. Özdə fayton gələcək, fayton. Ayıb olsun. Nəyə ayıb olur ki? Faytonla gedəcəm, fayton. Arsız, abırsız biri yazır. Vay. Oxuyursan, Oxuyur. Qara yerə deyil birisi. Super. Dostlar, gəlinliklə, ATV-dən, bizimlə səndən, gəlinliklə məni yola salacaqlar. Fayton gələcək. Fayton. Faytonla çıxacağım. Düz restorana gedəcəm. 21-i mənim ad günümdür, 21-i də toyumdur. Vəssalam. Nərgiz razıdır, bu Nigar razı deyil. Özün bilərsən, əlbəttə özün bilərəm. Xatirə baş üstə. Nurlan, sağ ol, ay Nurlan. Kalibim əllərdə gəldi, sağ ol canım mənim. Düz edirsiniz, sağ olun. Siz desəz də ayıbdır, siz desəz də olmaz. Mən o gəlinliyi 21 günü giyinəcəm, faytona binəcəm, ATV-də. Fayton gələcək. Məni aparacaq, hara lazım. Tibb bacısı deyir, getmə. Nurlan Səfa. Faytonla gedəcəm. Şahbazov, buradasınız, yoxsa Gün TV, buradasınız. Bunu qayd eləyin, xahiş edirəm. Ayın 21-i ad günümdür. 21-i ATV kanalında qəşəng giyinəcəm gəlinliyimlə. Fayton gələcək. Oradan faytonla gedəcəm restorana. Toyumu qeyd eləməyə. Yox, qırmızı led bağlamayacağım. Mən olmaz. Allah səni çox xoşbəxt eləyəcək. Sağ olun. Bir də deyim. Deməli, ayın 21-i ad günümdür dostlar, yubileyimdir. 21-i günü gəlin paltarı giyinəcəm. ATV kanalında bizimlə səndə fayton gələcək. Fayton məni aparacaq hara? Bilirsiniz də hara aparacaq. Ondan sonra da toy qutarandan sonra da gedəcəyik şeyə. Fayton bizi aparacaq hara? Hava limanına, aeroporta. Oradan nə inəcəyik? Uçacağıq. Hara? Polşaya. Bəy çıxsın, bəy çıxsın müsafirə. Nurlan, xoşbəxt olmaya haqqım var. Əlbəttə, hər bir qadının xoşbəxt olmaya haqqı da var, hüququ da var, hər şey də var. Gedəndə Ceyranı da apar. Yox, apara bilmərəm. Yarı yoldan qaydaram. Ceyranı aparsam özümlə. Bugün iki nəzarət var. Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizim Rəsən verilişinin iştirakçısı olan Esmirə xanım ailə quracağı həyat yoldaşı barədə danışıb. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın.